Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Xoş gördük hər birinizi. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu videoda deməli sizinlə baxacağıq 2018-ci ilin ikinci şans qəbuluna 18.07.2018 birinci qrup A variantı. Sizdən xahişim odur ki, hələ də kanala abunə deyilsinizsə, videoları izləyirsiniz, yararlanırsınızsa, dəstək məqsədi ilə kanala abunə olun. Və yararlanırsınızsa geri dönüşləri də bildirməyi unutmayın. Əvvəlcədən təşəkkür edirəm. Vaxt itirmədən keçək suallarımızın izahına. Deməli 26-cı sualda bizə deyir ki, BSD qüvvənin ölçü vahidi, biz bunu bilirik artıq ki, Newtondur. Ümid edirəm ki, bu sualı heç kim səhv yazmayıbdır. 27. Sabit tezlikli dəyişən cəryan dövrəsinə qoşulmuş sarğacın induktiv müqavimətin induktivlikdən asılılıq qrafiki verilib, dövrü tezliyi hesabla. Yəni bizdən omeqanı istəyir. XL-in düsturu bilirik ki, omega L-dir. Buradan omeqanı tapsaq, XL bölünsün L-dir. İndi biz XL-in 20 qiymətini götürsək, ona uyğun L-in 0.2-sini götürərik. Burada da bölsək eləyəcək 100 C variantı. 28-də mərkəzə qaçma təcilinin xətti sürətdən asılılığı. Demək, bizə deyir ki, verilmiş radiuslu. Onda A üçün yazarıq ki, V kvadrat bölünsün R-dir. Və burada verilmiş radiuslu R sabitdir. A V kvadratından kvadratik asılıdır V-dən. 29-cu sual. Burada deyir ki, bizə hansı zaman intervalında proton elektromaqnit dalğası şüalandırır? Proton elektromaqnit dalğası şüalandırması üçün təcilli hərəkət etməlidir. İndi baxaq, 0-dan T1-ə qüvvə 0-ın üstündədir də, qüvvə buradadır. Deməli, təcil də 0-dır, burada eləmir. T1-dən T2-ə qüvvə var, sabit bir qüvvə mövcuddur. Bir də T2-dən T3-ə. T3-dən sonra yenə olmur, çünki yalnız bu hissə təcilli hissədir. Ona görə də cavab olur C variantı 29-da. 30. Qüvvə xətləri şəkildə təsvir edilmiş elektrostatik sahəyə göstərilən istiqamətdə daxil olan mənfi yüklü zərrəcik həmin istiqamətdə necə hərəkət edər? İndi gəlin baxaq. Əgər bu istiqamətdə girirsə, qüvvə xətlərinə əks girir. Biz də bilirik ki, qüvvə xətləri müsbətdən çıxır, mənfiyə daxil olur. Və mənfi yük müsbətə tərəf neyiniyir? Yeyinləşir. Bir də təcilini necə baxırdıq? A bərabər idi QY böl M-ə görə. Y böyük olan yerdə A da böyük olurdu. Y bərabər olsa, bərabər təcilli hərəkət olar. Biz də baxırıq ki, bu qeyri-bircins sahədir. Və qeyri-bircins sahədə demişik ki, qüvvə xətləri sıx olan yerdə intensivlik daha çox olur. İntensivlik çox olan yerdə də təcil çox olur. İndi baxın, fikir verin, sıxlığa doğru gedir də bu istiqamətdə. Ona görə də artan təcillə olacaq. Artan təcillə yeyinləşən cavab olacaq 30-da A variantı. 31-də. Deməli, bizə deyir ki, B nöqtəsinə uyğun gələn tezlik hansı ifadə ilə təyin olunur? Biz bilirik ki, çıxış işi A bərabərdir, H-nüdür. Və buradan B nöqtəsinə uyğun tezlik, yəni nü-nu tapsaq, bu əslində bizdə nü minimaldır da. A bərabərdir, H-nü minimal, çıxış işi ya da H-C bölünsün, lambda maksimaldır. Buradan da nü minimal tapsaq, A bölünsün, H eləyir, cavab olur 31-də C variantı. 32. 32-də deyir, cisimlər sərbəst düşür. Birinci cisim tərəfindən ikinci cismin səthinə təsir edən təzyiq qüvvəsi nəyə bərabərdir? Baxın, təzyiq qüvvəsi nə idi? Yadımıza salaq. Təzyiq qüvvəsi səthə göstərilən, səthə perpendikulyar təsir edən qüvvədir. Dayağa, səthə. Burada da bu cisimlər sərbəst düşdüyünə görə bunların dayağı yoxdur da, havadadır, sərbəst düşür. Ona görə də bunların çəkiləri də sıfırdır, təzyiq qüvvələri də sıfırdır. Və bizdən istədiyi, burada birinci cismin ikinciyə təsir elədiyi təzyiq qüvvəsi. Birincinin ikinciyə təsir elədiyi təzyiq qüvvəsi, yəni 1-dən 2-yə perpendikulyar təsir eləyən qüvvə elə çəkisidir bunun. Çəki də sərbəst düşmədə sıfıra bərabər olduğuna görə deyirik ki, burada da cavab sıfır olacaq. 33. P0 kvadrat bölü M çıxı MV kvadrat bölü. Biz bilirik ki, bu tam enerjidir. Bu da kinetik enerji. Tamdan da kinetikə çıxanda potensial enerjinin ani qiyməti. Yəni cavab C.
Yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edən avtomobilin başlanğıc sürəti 3 dəfə artanda tormoz yolu necə dəyişir? Biz bilirik ki, yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət yavaşlayan hərəkətdir. Cisim tormozlanma, yəni hərəkət eləyir, getdikcə tormozlanır və burada S tormozun düsturunu yazsaq, V0 kvadrat bölünsün 2A. İndi başlanğıc sürəti 3 dəfə artırmaq, S tormozu 3-ün kvadratı dəfə artırmaq deməkdir. Yəni 9 dəfə artar B variantı. 35. İki cərəyanlı naqil bir cins maqnit sahəsində yerləşir. Bir naqilinə təsir edən amper qüvvəsi F-ə bərabərdirsə, iki naqilinə təsir edən amper qüvvəsi nəyə bərabərdir? Biz bilirik ki, amper qüvvəsinin düsturu I, B, L, sinus alfadır. Bu, deməli, baxaq görək. Birinciyə təsir edən amper qüvvəsi nədir? F-dir. Birinciyə baxırıq, bölgülər arası məsafə də eynidir. Bunun biri L olarsa, onda bu birincinin amper qüvvəsi təsir edən hissəsinin uzunluğu 4L-dir. Yəni yazıram ki, F amper bərabərdir. Hər ikisinin cərəyanı I verilib I. Hər ikisi eyni maqnit sahəsindədir. IB 4L. Sinus 90-dır da. Bilirsiniz niyə 90-dır? Çünki perpendikulyardır sahəyə. Ona görə də 90-dır. Sinus 90. Bu F-dir də bizdə. Yəni F bərabərdir 4IB-L-ə. 4IB-L-imiz bizim 1F-dir. İndi gəlin ikinciyə təsir edən tapaq. Bu birinci idi, F1 idi. F amper 2 bərabərdir. Yəni IB-L sinus alfadır. İ'si həmin İ'dir, B'si həmin B'dir. Bəs L-i nədir? Yadda saxlayın ki, amper qüvvəsi ancaq perpendikulyar hissədə təsir eləyəcək, paraleldə təsir eləmir. Niyə? Çünki sinus 0 və yaxud sinus 180-də 0 verir axı. Artıq vuruqlardan biri, burada vuruqlardan biri 0 olarsa, amper qüvvəsi də 0-dır. Deməli ki, burada bu hissəyə amper qüvvəsi təsir göstərməyəcək. Ancaq 3L hissəsinə təsir göstərəcək. O da perpendikulyar deyə olacaq 3IB-L. İndi 4IB-L'imiz F-dirsə, 4IB-L-ə 1F demişiksə, buradan IB-L-i tapsaq nə eləyir? F bölünsün 4. Həmin IB-L'in qiymətini gətirib burada yerinə qoysaq 3 vurulsun, F bölünsün 4. Cavab olacaq C variantı. 36. Deməli, bizə deyir ki, qrafikdən hansı kəmiyyətləri hesablaya bilərik? Biz bilirik ki, Q bərabər CU-ya görə C-ni tapa bilərik, Q bölünsün U-la. Əgər Q-də U varsa, C-ni tapdıq. Kondensatorun enerji bərabərdir. Q böl 2-yə görə enerjini də bəli tapa bilərik. Enerji sıxlığı isə epsilon 0 kvadrat bölünsün 2 idi. Və burada biz enerji sıxlığını tapa bilmirik. Çünki bizə Y lazımdır, epsilon 0 lazımdır. Ona görə də bunu tapa bilmirik. Yalnız 1 ilə 2 doğru cavab olur burada A variantı. 37. Maqnit sahəsinin enerjisini istəyir, induktivlik və cərəyan şiddəti var. Onda enerjini tapmaq üçün L kvadrat bölü 2 düsturunu yazarıq. L-imiz 0,4 vurulsun 3-ün kvadratı bölü 2. Bu da eləyəcək neçə? 1,8. D variantı. 38. Səthə perpendikulyar istiqamətdə təsir edən qüvvənin modulunun bu səthin sahəsinə nisbətinə buna təzyiq deyirik də, bilirik ki, səthə perpendikulyar təsir edən qüvvənin bu səthin sahəsinə nisbəti təzyiq adlanır. Mis naqilin en kəsiyin sahəsini azaltdıqda xüsusi müqaviməti ρ və R necə dəyişər? R-in düsturu ρL bölünsün S-dir. S azalırsa R artacaq. Amma ρ yalnız materialın növündən və temperaturdan asılı olduğuna görə dəyişməz. ρ dəyişməz, R artar. Cavab olacaq 39-da A variantı. 40-da bizə deyir ki, neytronun hərəkət trayektoriyası, neytron düz xətli bərabər sürətlə hərəkət eləyir, meyl etmir. Ona görə də cavab Y variantı 40-da. 41. Spektrin hansı hissəsi qırmızı rəngdədir? Biz bilirik ki, prizmada ən az sınan qırmızı, ən çox sınan bənövşəyidir. Demək ki, 1 olacaq qırmızı, üzü aşağıda olacaq bənövşəyi. Qırmızını soruşduğuna görə cavab olur 41-də D variantı. 42. Riyazi rəqqasın rəqs tezliyini nə ilə tapa bilərik? Nü bərabərdir. Düsturumuz necə idi? 1 bölünsün 2pi, kök altında J bölünsün L. J sabitdir. Pi-də də bir şey yoxdur. Yəni hesablanmalı cihaz.
Bir dənə qalır burada eli bilmək. Demək, bunun da uzunluqdur. Uzunluğu da nə ilə ölçə bilərəm? Xəttkeşlə. Doğru cavab Y olacaq. Bir cisim maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar istiqamətdə sahəyə daxil olan elektron sürətini azaltdıqda onun trayektoriyasının əyrilik radiusu və dövretmə periodu necə dəyişər? R-in düsturunu yazsaq, mv bölünsün QB-dir. Sürəti azaltdığımıza görə düz asılıdır. Bu da azalacaq. Periodun düsturu isə 2πm bölünsün QB olduğuna görə burada sürətdən asılılıq yoxdur, dəyişməz. Azalar dəyişməz, doğru cavab oldu B variantı. 44. Sabit kütləli ideal qazın halının dəyişməsini təsvir edən AB prosesi zamanı qaz molekullarının orta kvadratik sürəti necə dəyişər? Bizdən V ortanı soruşur. Baxaq görək hansı proses gedib burada. V sabit qalıbdır. Amma təzyiq 4 dəfə artıbdır. P 4 dəfə artıbdır. Biz deməli orta kvadratik sürət üçün hansı düsturu yazsaq yaxşı olar? 3PV bölünsün M düsturunu. Buradan da baxıram ki, V sabitdir. Sabit kütləlidir. Kütlə də sabitdir. P 4 dəfə artanda kök altından 2 dəfə artmış çıxar. Kök altı düzdür P ilə. Ona görə də 2 dəfə artar. Cavab B variantı. 45. Silindrik qabda porşun altında olan doymamış buxarın izotermik sıxılmaqla maye çevrilmə prosesi təsvir olunmuşdur. 1, 2, 3 nöqtələrinə uyğun buxarın kütlələri arasında hansı münasibət doğrudur? Deməli, bu izotermik sıxılmadırsa, proses bax bu istiqamətdə gedir. Və burada bizdə kütlələr arasında münasibət istəyir, buxarın kütləsi. Baxın, bax bir hissəsində, yəni bu əyri olan hissədə tamamilə buxar halıdır, doymamış buxardır. Və burada tamamilə bütün, yəni mayenin hamısı buxarlandığına görə birdə buxarın kütləsi ən çox olacaq. 2 ilə 3-ə baxanda da burada neyinir? İzotermik sıxılır. Sıxılanda nə baş verir? Mayeyə çevrilir buxar. Demək, buxarın parametrləri azalır, mayeyinki artır. Demək ki, 2-də buxar daha çox idi. Nəinki 3-dən. 3-də də maye çoxdur. Ona görə M1 böyükdür, M2 böyükdür, M3 45-də olacaqdır. D variantı burada. Aha. 46. 46-da bizə deyir ki, düz xətlə hərəkət edən iki maddi nöqtənin sürətlərinin proyeksiyasının zamandan asılılığı verilmişdir. Müşahidə anından 16 saniyə sonra cisimlər arasındakı məsafə. Deməli, getdikləri yolların fərqini tapaq da. Birinci cisim 16 saniyəyə nə qədər yol gedib baxın, bu fiqurun sahəsi qədər. Sürəti sabitdir 60, 16 saniyəyə gedib bu qədər. İkinci cisim nə qədər gedib? Bunu hesablasaq 960 metr eləyir. İkinci cisim isə nə qədər gedib? Bax, bu sahə qədər. Tən yarısıdır da, elə bil 60 vurulsun 16 bölünsün 2. Bu da eləyir 480. İndi aralarındakı məsafəni tapmaq üçün başlanğıcda eyni yerdə olmalıdır. Onda bunlar. Deyir ki, başlanğıcda eyni yerdədir. Tapmaq üçün 960-dan 480-i çıxsaq, eləyəcək elə 480. Cavab olacaq D variantı. 47. 47-də deyir ki, beta mənfi çevrilmə üçün hansı ifadə doğrudur? Nüvənin kütlə ədədi dəyişmir. Demək, beta mənfi çevrilmədə nə baş verir? Yük ədədi dəyişir də, burada kütlə ədədində dəyişmə baş vermir. Ona görə də 1 doğrudur. Nüvənin yükü bir elementar yük vahidi qədər artır. Gəlin beta mənfi çevrilməni yazaq əvvəlcə. Deməli, müəyyən bir X nüvəsi olsun. ZA beta mənfi çevrilməyə məruz qalanda olur. Y nüvəsinə çevrilir. Z üstəgəl 1, A üstəgəl elektron mənfi 1, 0. Beta mənfi çevrilmə zamanı nə baş verdi? Bax, kütlə ədədi dəyişmədi. A kimi də qaldı elə. Yük ədədi isə 1 vahid artdı. Yəni, nüvənin yükü 1 vahid artır və elektron ayrılır orada. Ona görə də 2 də doğrudur. 1 vahid azalar səhvdir. Kütlə ədədi dəyişər səhvdir. Əvvələ səhvdir. 1 xana sonraya gedir. Ona görə doğru cavab olur 1 ilə 2 burada. 48. Müqaviməti 0,4 ohm olan qapalı keçirici kontrola uydurulmuş səthdən keçən maqnit seli nə qədər dəyişməlidir ki, delta fi sual naqilin en kəsiyindən keçən elektronların sayı
var, elektronlar var. Biz bilirdik ki Q'nun belə bir düsturu var. Delta fi bölünsün R. Buradan delta fi'ni tapsaq, Q vurulsun R'dir. Q'nun da yerinə NY vurulsun R yazıb hesablayarıq. N olur 5 vur 10 üstü 8, Y 1,6 vur 10 üstü -19, R də 0,4. Buranı vursam 8, 8-i 4-ə 3,2 vur 10 üstü -11. Cavabı V1-lə deyir, ifadə eləyin. Görək nə isə... Bu 18-dir. 18-dirsə, bu olur -1. Onda 0,32 yazarıq elə cavabımıza. Olur bu şəkildə cavab. Sonra 49-da. 49-da deyir ki, 2 elektrolitik vannada eyni cür mis kuporusu məhlulu var. Eyni qədər enerji sərf etməklə, deməli hər ikisinin enerjisi eynidir. Birinci vannada M1 bərabər 0,8, M2 sual. Biz enerjinin düsturunu yazsaq, MU bölünsün K'dır. M'i tapanda enerji vur K bölünsün U'dur. Baxıram ki, enerji sabit olanda M U'dan tərs asılıdır. Onda yazıram M1 bölü M2 bərabərdir. U2 bölünsün U1. M1 0,8, M2 sual, U2 2U'dur, U1 də U'dur. Bunlar ixtisar gedir. Qalır 2M2 bərabər 0,8. M2 də bərabər 0,4. Cavab olur belə. 50-ci sual. Deyəsən 50 ilə qutarır. Sonuncu sualdır. Verilmiş kütləli ideal qaz üzərində gedən proseslər üçün müəyyən edin. İzotermik sıxılma zamanı T sabitdir, V azalır. Sıxılma zamanı qaz müsbət iş görür, səhvdir, qaz mənfi iş görür. Qaz xarici mühitlə istilik mübadiləsinə təcrid olunub, səhvdir. Bu adiabat prosesə aiddir. Ümumiyyətlə bura aid deyil. Qaz iş görmür, bu da səhvdir. Qazın sıxlığı azalır, xeyr, sıxlıq artır. Çünki sıxılır axı. Onda 1-ə gedəcək Y. İzoxor soyuma zamanı qaz iş görmür, düzdür. İzobar qızma zamanı P sabitdir, T artır. O zaman qaz müsbət iş görür, A. Həm də qazın sıxlığı azalır, çünki V-si artır da. Deməli, 1-ə getdi Y, 2-yə getdi C, 3-ə də getdi A-dan D. Ümid edirəm ki, asan testdir bu. İzahı da gördüyünüz kimi tez bitdi. İnşallah ki, yoxlayın. Dinləyin, ümid edirəm faydası olacaq sizə. Gələn videomuzda görüşənə qədər kanala da abunə olmağı unutmayın və sınaq qrupumuza qoşulmaq istəyirsinizsə, burada qeyd etdiyim nömrəyə WhatsApp-da yazıb qoşula bilərsiniz. Sınaq qrupu yalnız abituriyentlər üçündür və tamamilə ödənişsizdir. Gələn videoda görüşənə qədər hələlik.